Herkese salam. Karşınızdayım. Yeni gündən yeni video ilə, yeni bir simulyasiya oyunuyla. Bu videonu oynayıb əylənməyə çalışırıq. Bizə dəstək üçün abunə olun. Videonu bəyənsəniz və fikirlərinizi qeyd etsəniz çox sevinərik. Elə isə keçək oyuna. Oyunda bizi belə bir mənzərə qarşılayır. Çox gözəl və keyfiyyətli bir görüntüsünü görürük. Belə bir açıq dünyadır. Bu bizim xəritəmizdir. Bəlkə biraz bu xəritəni kəşf etməyə başlayaq. Görək burada nə var. Sizə də xoş deyil xəritəni kəşf eləmək. Xoş gəlir, çox sevindirici gəlir. Yeni bir şeylər kəşf eləmək, əylənmək daha gözəldir. Bizim bunlar müştərilərimiz olacaq. Gələcəkdə bunlar bizim müştərilərimiz olacaq. Ona görə buradakı cəmiyyətdən mehriban olmaq, yola getmək, onlardan xoş rəftar eləmək lazımdır. Burada yaxınmış velosipedləri görürük. Bunlar hara gedir? Bilmirəm. Hər şey kontroldadır. Hər şey yerindədir. Biraz xəritəni kəşf eləməyə çalışaq. Görək buralarda nələr var. Necə bir yerdir bura. Çox gözəl görsənir. Çox keyfiyyətli bir görüntüsü var oyunun. Burada nələr var? Bura bizim dar küçələrimizdir. Bura hara gedir? Bir baxaq. Maraqlı gəlir. Eyni yerə çıxdı. Qaydaq kəşf eləməyə başlayaq xəritəmizi. Xəritəmiz çox qəşəng görsənir. Burada sistemin oyunçuları var. NPC deyirlər bunlar. Bax, belə bir çox gözəl, möhtəşəm oyundur. Düzdür, xəritə kiçikdir. Oradan getdik, buradan gəldik. Bizim məkana daxil olduq. Yolun ortasında çox diqqətimi çəkdi. Çox qəşəng görsənir. Effekt, saat, hər şey çox möhtəşəm. Burada da yol piyada işarəsi qoyulub ki, yol keçib bizim marketdə alış-veriş eləyə bilsinlər. Bu da qoşqulu maşınlara giriş yoxdur, icazəsi var. Xəbərdarlıq nişanıdır. İkor Studio. İkor. Nəysə, keçək kənardakı görevlərə, kənarda verilən məlumatlara. Ay xanımlar, buyurun, keçin. Siz çox qəşəng xanımlarsınız. Bizim yeni açılan marketimizə hamımızı gözləyirik. Gəlin bizdən alış-veriş edin. Amma bir qutu ürün sipariş ver. Bura bizim storydir, bura bizim bazardır, bura bizim məkandır. Burada bizim 2 dənə rəfimiz var, çox qəşəng. Bura bizim depomuzdur, gördüyünüz kimi qəşəng görsənir, elə deyilmi? Burada bizim kassamızdır. Müştərilərə burada alış-verişini eləyib yola salırıq. Bura bizim ofis. Bura bizim ofisdə çalışma salonumuz. Nəysə də, bazarlıq eləyik də, of da boy. Burada biz sifarişlərimizi veririk, bura gəlirik və bu sifarişləri biz burada satırıq. Burada ofis salonudur, burada müştərilərimiz, yəqin ki, gələcək müştərilərimiz olacaq, burada yola salacaq, onlardan danışacaq. Xanım, çox qəşəng görsənirsiniz. Bizim marketə gözləyirik sizi. Nəysə, keçək bir qutu ürün sifariş verək. Oturaq masamızda. Personalımız açıldı. Malzemə sifariş verir, yüksəltmələr, fiyatlar, kişiləşdirmə, masaüstü, lisenslər, müzikçalar, personal bağlıdır, bankda bağlıdır. Lisenslar, lisenziyalar. Demək, bizdə bu lisenziya açıqdır, avtosuz iskilər açıq deyə $150 istəyir. Bunu açmaq üçün isə nə etmək lazımdır? Malzəmələri sifariş vermək. Bir ədəd su. Atışdırmalıq. Bunların hərəsindən bir dənə sifariş verək. Qutu ilə gəlir. Qutuda 20 ədəd olur hər ikisində. $30 bu, $20 bu, rəf məhsuludur. Mısır çipsi, patates çipsi, bira.
yəni pivələr soyuducuda və rəfdə saxlanır. 40 dollar 20 ədəd, 20 ədəd. Rəfə pulumuz yetmir. Ona görə bu sifarişlərimizi buradan səbətə əlavə elədik. Səbətdən də satın alırıq. 192 dollar. Burada biz bir dənə, iki dənə pivəni iptal elədik. Bizim toplam tutarımız 100 dollar, göndərim 4 dollar. Gəlsin. Ürünlər raflara yerləşdirim. Kamyon gəldi. Gedək kamyondan məhsullarımızı gətirək, rəflərimizə yerləşdirək. Elə bir kamyon bizi qarşılayır. Nə qəşəng maşındır. Durub burada. Görəsə bu mənim maşınımdır. O minmək olmur. Yəqin ki, gələcək zamanlarda minmək olacaq. Kutumuzu götürək. Yaxınlaşaq, rəflərə yerləşdirək. Sırayla, səliqəli. Onu depoya yerləşdirək. Hərəsindən biraz yerləşdirsək, məncə kifayət edir. Sonra salt, sipsi. Sipsilərimiz harda olar? Sipsilərimiz harda olar? Pivən yanında olsa daha yaxşı olar. Burada bu qədər. Bunu da yerləşdirək rəfə. Çox yaxşı irəliləyirik. Kutuyu çox kutusuna at. Atmadan. Kutu elə boşalmayıb. Bunu da yerləşdirək. Biralar harda, sular harda olar? Sular ortaya yerləşdirək. Bunu artıq suyub kutusuna ata bilərik. Sonra atdım, dükkanı açıb. Yox, hələ açmıyorum, atdım boşalmaq. Rəfimizi yerləşdirək. Bu kartof çipsisidir. Çipsilər yan-yana olsun. Burada çox qaldı. Bunu da yerləşdirək. İkisi qaldı. İkisinə görə marketə getmək gəlir. Bunu da bıraxmıram. Bunu da atdıq zibil qabına. İndi nə etmək lazımdır? Dükkanı açmaq lazımdır. Bəs bunların qiymətini dəyişmək lazımdır. Buradan dəyişə bilmirik. Yox. Bizim ofisdən dəyişmək üçün yer var idi. Fiyatlar. Qoy biraz tövsiyə edilən tüketici fiyatı 4 dollar. 4 dollar istəmirəm. 5 dollar istəyə bilərəm. İstəyə bilərəm. Bu 16 dollar eləyə bilərəm. Mısır çipsi 4 dollar eləyirəm. Açıq bira, açıq pivə 5 dollar. Su. Suyu nə qədər eləyək? Suyu 3 dollar. Kartoşka çipsi olsun 3 dollar. Okey. Dükkanı aça bilərik. Duraq, gedək dükkanımızı açaq, müştərilərimizi gözlətməyək. Aç dükkanı. Dükkan açıldı. Ura! Müştəriləri bəşləyin və hizmət edin. Müştəriləri gözləyək. Buyurun. O beləliklə ilk müştərimiz, xanım müştərimiz gəlir. Yaxınlaşır bizim rəflərə, bizim dükkandan. Görək nə alacaq? Bir dənə çipsi, 2 dənə çipsi aldı. O birisi pivə oldu, bu da pivə oldu. Vau! Nədir əndəki? Ola bilmirəm əndəki. Et şunlasın. Alalım. Pasportudur. Nəyə görə? Likor, içki satdığımız üçün yaşını, müştərinin fotoqrafını və doğum tarixini diqqətlə kontrol edin. 21 və ya daha böyük olmalı. Bax, 1991. Bəli, doğrudur. Onaylayıram. Məhsullarını paketli yola salıram. Salam. Arland. Yaşın uyğun gəlir, amma sənin deyil bu pasport. Düzdür, qardaş, sənə kabul ediyorum.
Əlbəttə qəbul eləyəsən. Bu xon nədir? Sən pivəni aldıq. Üç atdıq bura. Salam, hoş gördük. Hoş getdiniz. Hoş getdiniz. Su. Xanım bir dənə su alır bizim dükkandan. Başqa şeylər də alıb. Grace. Lison. 97-ci il. Təsdiqləyirəm sizi. Buyurun hanımefendi, içə bilirsiniz, yaşınız çatır. Buyurun. Növbəti müştərimiz gəlsin, kassamız boşdur. Bu kassaya yaxınlaşa bilərsiniz. John xanım. John xanım. Siz 2006-cı özsüzlük. 2025-dən 6 çıxan 19 yaş edir. Sizin yaşınız kiçikdir, ona görə piva almışsınız, baba verə bilmərəm. Sizi aldım əlinizdən. Yakalandım, kabul edirəm. Neyini? Amma əslində 19 yaşınız var, çıxa bilərsiniz. Amma bizdə 21 yaşlı neyini? Buyurun. Jadəmən. Yetmişsiniz. Ay xanım, bu sən deyilsən ama. Fark etdim. Əlbəttə fark etdim. Burada kartof qabığızladıq bəyən. Fark eləməyək. Robert. 68-ci il. Buyur baba, ged iç nuş elə yat. Deniz. 93-cü il. Sizə də istif ata bilərik. Uğurlar olsun. Ne istədin sən? Qaqa başa düşmədim. Yoxsa deyinə gəldin. Rob. 97-ci il. Rob. Uğur olsun, get sənə. Hood. 1987-ci il. Ay, sən üç olsun, get. Amma bir dənə piviyə 3 dənə çipsi çox da. Demək məndən. 3 dənə pivi ala bilərdin. Sağ ol. Joyce Foster. 2 dənə çips. Buna baxırım. Kartof siz sevirsiniz. Ona görə sizi yola saldıq. Salam xanım, mən yenə koyub bir ayım dinlədilər. Oyda, rəfimiz qonaq. Xanım, çox qəşəksiniz. Ona görə buyurun, xoş getdiniz. Bizim 149 dollarımız oldu. Marketimizdə heç bir şey yoxdur. Ona görə təcili depoya yığışdırdıqlarımızı yerləşdirək. Boşlara ataq. Dolları alaq. Ataq onu da zibir qabına. Pəncərəyə ilişdim. Xanım, oradan alışveriş eləyənə kimi biz buradan su sifariş verə bilərikmi? Su. Bunlardan. Gəldim. Bunlardan. Hərəsindən bir ədəd. Şərab zaten yoxdur. 149 dollarımız var. 161 dollar. Nədən imtina eləyək? Patatesdən imtina eləyək. 149. Əslində bu müştərimizi yola salsaq əldə edilərdi. Vau, o qədər müştərimiz var. Baxın. Baxın, 2003. Sizə olar qəbul edirəm. O, yenə bitirmişsiniz dükkanı. Çox qəşəng gedirik. Təcili səni də yola salım. Market boşdur. Siz gözləyin, zəhmət olmasa. Kamyonumuz gəldi, bizim mallarımızı gətirib. Təcili surətdə müştərilərimizin saat 18:37-dir. Saat neçədə bağlayırıq marketi bilmirəm, amma təcili olaraq müştəriləri gözləyə bilmərik. Tez bunları yerləşdirək. Müştərilərimizi yola salmalıyıq. İlk qazancımız çox olmalıdır. Pivələri yerləşdir. Tez. Əla. Bunda at geçsin, növbəti kutu. Növbəti kutunu da qəbul elədik. 19. Gələn müştəri yoxdur ancaq. Demək ki, bizdə gələn müştəri yoxdursa, deməli gün saat 6 tamamda bitir.
Müştərilərimizi yola salaq. 4 dənə müştərimiz var. Nə çox müştərideydim. Xanım Elizabeth. 2000-ci il, 25 yaşınız var. Nə qəşəng. Gün qonaqlıq da dərsən. Victoria xanım 2001-ci il, 24 yaşınız var. Çox qəşəngsiniz. Rağa xanımlar çox qəşəng görsənirlər. Hamınız çox qəşəngsiniz. Qaşlar pil. Qaşlar pis görsənirlər. Bunun videona bax. Qadın pasport gətdin ki, pivi alarsan. Ay, yox, get. Vay be, yakalandım. Nə bilmişdim. Alexa xanım. Sizə məmnuniyyətlə xidmət edərəm. Çox sağ olun. Xoş gəldiniz, xoş getdiniz. Demək, hizmət verilən müştərilərin müştəri yola saldıq, yanlış doğrulanmış bəlgəmiz yoxdur. Gəlirimiz 238 dollar, tədarük nömrəmiz 240 dollar, toplam karımız 2. Niyə? Amma belə baxmayaq da, toplam 2 dollar kar eləmişik. Oyuna 100 dollardan başlamışıq, düzdür? Bizim 108 dollarımız var, amma məhsullarımız var əlimizdə. Düzdür? Düzdür. Biz gedək daha başqa məhsul sifariş edək. Bizim 1, 2, 3 çeşid pivəmiz və suyumuz var. Bizim çipslərimiz yoxdur. Gedək kamyondan çipsi sifariş edək. Suyumuz var idi, çipslərimiz yox idi. Söhbət əlavə et, satına. Sifarişimiz gəldi, duraq. Gedək sifarişlərimizi yerləşdirək, marketimizi açaq, mağazamızı açaq və müştərilərimizə xidmət edək. Yerləşdirək. Səni qoyuram bura. Depo zoğ olur. Depodan götürənəcə müştərimiz gedə bilər. Məncə bunu bura qoysaq heç bir müştəriyə bulunmayaq. Full rəflərimiz full olaraq marketimizi açdıq, oyunumuz başlayır, yeni gün. Oyunun ikinci günündəyik, saat 10'un yarısıdır artıq. Müştərilərimiz, sakinlərimiz gəlir, marketə axın olunur, güclü şəkildə axın edilir. Artıq bir dənə müştərimiz kassa yaxınlaşır. Ay xanım, bunlara soyuqdur, sən istəyirəm, o qədər qalın geyinmişsiniz. Soğalam. Bunlar iyi. 89-cu. Allah'ım. Buyurun, xoş gəldiniz, xoş getdiniz. Dostlar, necədir? Məndən kasser olar, müştərilər necə yola salınır? Görəsən məmnundular. Colin. 2003-cü il, 23 yaşında. Satış eləyirəm sizə. Bu müştərilərdən aldığımız İskilləri biz yerinə qoya bilmirik ya. Onlar necə olur bəs? Patrick, 89-cu il. Patrick, baxıram ki, iyi bişmədəsiz. Sizi çox gözlətmədən gedin. Xeyli sifariş vermişsiniz xanım. Bizim 122 dollarımız var. Görək o pahalı xanım. 2022 yaşındadır. Satış eləmək olar. Görəsən 122 dollarımız nə qədər olacaq? 122, 163. 41 dollarlıq alış-veriş elədi Paula xanım. Sağ olun Paula xanım, yenidən gözləyirsiniz burada. Rəflərimiz doludur. Bir dənə. Bax bu
Bundan yoxdur, hə? Bundan var, bundan yoxdur. Bunu tükətmişsin. Patatesi. Getirmək lazımdır ki, hansından çox alış-veriş edirlər. O məhsullardan daha çox gətirək. Jade, 92-ci il. Jade xanım. İllər çox çabuk gedir. Ooo, sakalım. Vay qardaş, bir dənə 2006-cı il. Tam varsa 2006-cı il. 19 yaşım var, pivə almışsan. Hə? Bilmirsən, bu dükkanda qadağandı, qaydalardan çıxmaq olmaz. Fark etdi. Əlbəttə fark edəcəm. Geri zəkalı. Siz üzürü sayın, mən əsəbləşdim biraz ona. Rodger 94-cü il. Rodger, müştə olsun sana. Ay baba, nə almışsan? Narvatla ilişmə var, ha? Nə qeyd edirsiniz belə? 49-cu il. Tamam. İldövümüzdə, evliliyi ildövümüzdə. Hə. Mike. 5-ci. Mike baba, gedin sizə nuş olsun. 241 dollarımız olub, Jessica 97-ci il. Jessica xanımı da yola salaraq. Carmen 98-ci il. O xanım, həmişə gözləyirik, bir daha gəlin. Hələ ki məhsullarımız var. Burada bir dənəsi var. Xanım gələni kimi mən tez bunu rəflərə yerləşdirdim. Atılımızı bər. Təcili sifariş də verməliyik bir yandan. Cindy xanım. Buyurun. Gülə. Adrev. 92 Adrev. Allah 294 pulumuz var. 294, 300. Bir dəqiqə səbir olun, mən biraz alış-veriş edeyim, gəlirəm. Bunların hərəsindən bir ədəd ver. Sudan bir ədəd ver. Şərab yoxdur. Pivələrdən bir ədəd ver. O birisiləri seçməmişəm. Səbət əlavə elə satın al. Müştərilərimiz gözlətmək olmaz. Bizim dəyərli sakinlər. Simon 89-cu il Simon. Patates və pivə. Nuş olsun sizə. Alfred Taylor. Nuş olsun sizə. Təcili sizi yola salmaq istəyirəm. 89-cu il. Gedə bilərsiniz. Nuş olsun. Sizdə yola salın. Amma sizi gözlətmək məcburiyyətindəyim. Çünki siz çox yaxşı dükədirsiniz, məhv edirsiniz bizim dükkanı. Sizi çox sevdim, bizim dəyərli müştərilər. Al pivəni. Bu yaşıl pivədir. At sivri qalır. Növbəti göy pivə. Göy pivəmizdən var da. Bunu qoy bura. Gəldim. Bura bu market elə bilək. Bir dənə müştəri, bir dənə kasser hər şeyə baxır. Buradan o marketdə işləyən hər kəs salamlayıram. Yəqin ki, Türk dilində demişkən, linç eləməzsiniz məni. Gəldim ayda gecikirəm. Çox gözlədirəm. Biraz sürətli. Su nəmən az imiş. Su çox az imiş. Sudan bir kasetdə belə getmək lazımdır. Bax bu pivələrimizi bıraxıram təcili.
Müştəri şikayət edir ki, mənim gec gəldiyimə görə. 27-38-ci il. Görəsən şikayət edir. Mən sənə nətər sadım? Mən köram, zəlləm, nəyim, görmürəm sən xalam deyirsən. Getdin, olmadı. Yox, olacaq da. Hələ bir şikayət edir. Olsun, səymiş olsun. Amma bizim həmişə dəyərli müştərimiz olmuşsunuz. Hizmət verilən müştərilər 21 gün xidmət elədiyimiz müştəri sayısı, gəlirimiz $360 bazarlıq eləmişik. Tədarik maliyyətimiz $244 toplam karımız $116 günün sonu. İkinci gündə beləliklə sona çatdırıq, keçirik üçüncü günə. Üçüncü günü oynayaq. Belə üçüncü gündəyik. Rəflərimiz fulldur. Məncə bir dənə də rəf almağa dəyər. Bir dənə də rəf alıb, bir dənə də su sifariş eləmək istəyirəm. Ekmanlardan metal rəf $150 bu rəf. Yəni metal rəf alaq. Pulumuz var onsuz. $158. Gedək görək bizi hansı mənzərə qarşılayır. Açılışa bax, qəşəng. Çox xoşuma gəldi. Su. Həyatdır. Həyat su. Qoyaq bura. Rəfimizi hara yerləşdirərik? Bura yerləşdirək. Hoppa. Gəl. Qoyaq bura. Sen yerleştirin bura. Sen yerleştirin bura. Varsan ora biliyor. Gel bura. Aha. Rəf. Paketi açıq görək nə var. Qəşəng. Nasıl yerleştireceğiz bura? Niye? Yan yana olmaz. Burada rəfimiz olsa necə görsənir sonra? Tüm marketinci görsənir, məhsullar görsənir, iştah çəkmir. Ona görə də burada rəfin olmağı çox məntiqsizdir. Alaq buradan. Ala bilmirəm. Niyə? Bilmirəm, nəsə ala bilmirəm. Qaldı burada. Bir daha yoxlayaq. Yox, aldıq. Mən sənə yalvara bilmədim, dönüm hara gedim hara bilmədim. Yerləşdirdim səni. Məncə bu rəf daha qəşəng görsənir. Hə dostlar, necədir? Daha səmmalı görsənir. Su almışdıq buradan, bu suları yerləşdirək. Amma bundan az sıxır da, yoxsa eynidir. Bilmədim, mən sənin qədərini bilmədim. Qara meyvələr verim. Bu patetodan yerləşdirək. Patetos. Rəfə yerləşdir. Biraz da bırak. Boş qabda at bunu geçsin. Orada nəyimiz var? Cipsi. Var, bunun hər yerdə var. Orada sonra yerini var. Vaxtımızda biraz boşlanıb. Burada 4 dənə qaldı. Qalsın burada. Neyse, hər şey doludur. Biz vəbşi niyə saxlayırıq bunu? Rəfimiz boşdur, yerləşdirək rəfimizə. Daha səliqəli, daha dolu görsənsin. Həm də müştərilərimizə
verə bilək istədiklərini. Bunu buraya yerləşdirsək, bizim o birisi məhsulumuz qalsın. Eliyotun atası bilə gün başladı, saat 9-dur, 80 dollarımız var. Görək bugün nə qədər kar eləyirik. Bir dənə teyzəmiz, xalamız girdi marketimizə. Görək nə olacaq, çox maraqlıdır. Çox maraqlıdır. Falan pivələrə baxır. Pivə oldu deyəsinə. Pivə çüksürük. Tək özdə. Tək sənə. Tanya xanım. 49-cu il. Simon. Simon bəy gedir, ruş eləyir. Saat 10'a gedir. Yaşlı teyzələrimiz var marketdə. Orta yaşlı teyzələrimizi görürük marketdə, amma sən orta döyürsən. Tommy xanım. Sizə icazə verirəm, bir saat filmlə alışını daha doğrusu. Yaşlı əmimiz gəlir. Bir pivə, bir chips alıb. Thomas bəyimizi yola sallar. 96-cı il Christopher. Sən də yola sallar. Hə, səndə belirtilə bir şey yoxdur. Səndə Nathan. 95-ci. Get qaqam, get noşəliyə yat yenə. Amma yatmaq vaxt deyil. Gün orta saat 12-də Jin xanım. Jinin ikinci tələbəndə. Ooo, Mrs. Təəssüf edirəm sizə, çox təəssüf edirəm. Bu nə pasportdur? Doğum tarixi 2001-ci ilin sentyabrında. Sizi rədd eləyirəm. Vay be, yakalandım. Benim gözüm 4. Evet, 96-cı. Sabirsiz görseniz, ona göre sizi tez yola sağlam. Buyurun, hoş olsun. Ahvalınız hoş olsun. Hoş olsun. Howard. 2004-cü il təvəllüdü. Görürsən, xaricdə belə şey həqiqətlə var. Yəni, düşün, marketə gəlsən, bir dəyə pivə alsan, pasportunu götürsən, pasportunu götürmədin yoxdur. Tina xanım, 2001-ci il təvəllüdü. Sizi marketimizdə görməyə şadıq, məmnunuq. Gözəl sefiniz var, sizə çox yaraşır. Mən sizi yola salaraq, çox məmnun olduq, sağ olun. Buyurun, Tara, 93-cü. Tara xanım, telefon nömrəniz yox idi. Suye, 98-ci. Sağ olun. Susa, 95-ci. Sağ olun, sağ olun. O, xala, hoş gəldiniz. Deylan, 2001-ci. Thomas, 89-cu. Siz niyə sevdirsiniz? Marketimiz dağıldı, rəflərimiz boşaldı. Lover. 400 dollarımız var, qəşəng. Sopian Adams, 95-ci. Adları çox da yoxuyram. Jet. İngilizcə güclüdür, amma səni yaxaladım. Fark et. Tabii canım. Gelen görüşte olmasa dostum. Utanmazım bir utanmaz. Rıdd ol buradan. Niye? 89'unda 85'iydi sanırım. Margaret 97. Margaret. Mətə. İngilis dili oxumağım çox super səviyyədədir. Ona görə həmişə
dəqiqliyi oxuyuram. Marta. Həm bəlkə də elə deyil. Marta xanım, xoş şansınız sizə. Suriye 89-cu il. Onlar sizə satış eləyə bilərik sizə. Alan 98. Alan, bu pivənin də alan. Alan tapıldı bu pivənin də. Margarit. 97-ci il. Sanmon 25 yaşında bilmiş olsun. 500 dolara çatdıq dostlar. Rappi, bu təzə bizim müştərimiz sıfır vermişsin. Onu 10-cu ayda doğulmuş. Brat. Ay bir dənə, 2 dənə çıxarmışsın. Mənə o satarım, mənə nə gedir daha yaxşı. Bəlkə sataq. Hə? Yine bakalım. 2 tane müşteri itirdik. 3 tane müşteri itirdik. Vay canına. Satırım. Gece yalnız kontrol etmek. Olumsuz sonuçlar var. Ay canına. Səhvimiz təsir edəcək bizim satışlara. Müşteri gəldi. Bizim mütləq işçiyə, köməkçiyə ehtiyacımız var. Yoxsa biz kassaya baxaq. Yoxsa müşteri olasaq, 5 dənə müşteri getdi. 90. Gəlqoy getsən oradan olsun. Smile. Carol. 2002-ci il. 23 yaşınız var. Sağ olun, Carol xanım. Simon. Sağ olun. Ay can, müşterilərimizi itiririk. Ay can, keç bura. Sipariş ver. Bir dənə bundan sipariş ver. 2 dənə su sipariş ver. Atıştırmalı sipariş ver. Hərəsindən 2 ədəd. Bira sipariş ver. Bundan da 2. Bol. Səbət, gətir, kamyon. Ay can, gecikirik. Tələsmək lazımdır, müştəriləri itiririk. Bu bizim karyeramıza mənfi təsir göstərir. Burada ilişdik qaldı. Biz niyə burada ilişdik qaldı? Oyunu yadda saxlayayım. Davam elə. Allah. Oydanmışdı. Siz gözləyə bilərsiniz də yəqin ki. Çox güman ki gözləyə bilərsiniz. Saat 9'dur. Akşam 9'dur saat. Yəqin ki daha müştərilərimiz olmayacaq. 9'a kimi işləyirik. 9'a kimi işləyirik. 2 dənə. 2 dənə getdən sonra kapat bunu. Ona görə sən yola sonra Sam. Yoxsa ikinci el. 4 dənə pivə, 53 dollarımız var, 73 dollar, 37 müştəri yola saldıq, bir dənə bilə yanlış elədik. Gəlirimiz 480 dollar, tədarik maliyyətimiz 665 dollar, toplam karımız 185 dollar. Çox qəşəng, 3-cü gündə belə sona çatdırdıq. Beləliklə videomuzda sona çatdıraq. Növbəti hissədə, növbəti bölümdə görüşərik. Özünüzə yaxşı baxın. Çıxmazdan əvvəl bir dənə like göndərin, bir dənə bəyənmə atın. Fikirlərinizi də qeyd edin.